Neftçala rayonunda pambıqçılıqla məşğul olan fermer Fərid Dadaşov bu dəfə qarşılaşdığı çətinliklə bağlı narazılığını dilə gətirib. 20 hektar 80 sot pambıq sahəsini həyat yoldaşı Naibə Dadaşovanın adı ilə Aqrar Sığorta Fondu vasitəsilə sığortalasa da ötən il yağan güclü yağışlar səbəbindən sahələr tamamilə yararsız hala düşüb və heç bir məhsul çıxışı əldə edə bilməyib və ən azından 3 dəfə təkrar əkin işləri aparılıb. Nəticədə məhsuldarlıq aşağı düşüb. Fermer bildirir ki, hadisədən sonra Aqrar Sığorta Fondunun əməkdaşları əraziyə baxış keçirsələr də indiyə qədər ona heç bir kompensasiya ödənilməyib. Problemimiz aqrar sığortadandır. Sığorta mənə dəydiyi ziyanı qarşılamadı. Mən imtina verdi. Səbəbini də soruşanda dedi ki, intensiv yağışlar vaxtsız yağıb. Ona görə sizə sığorta düşmür. Təlimatlarda xeyr, mənə deyilməmişdi, heç bir şeydə məlumat da verilməmişdi. Hətta mən istədiyim halda da məlumat verilmədi ki, gələn ekspertlərdən soruşdum, hansı hallarda sığorta düşür. Dedi, biz bilmirik, onlar sizə məlumat verəcək. Ekspertlər gəldi, yoxladı. Mən 3 dəfə əkin eləmişdim. Onlar da yoxladılar, dedilər ki, fakt olunub. Əkin də olunub, təsdiq də elədilər. Sonra vaxta gələndə mart ayında mənə məlumat verildi ki, sizə düşmür. Fərid Dadaşov bu vəziyyəti haqsızlıq kimi qiymətləndirir və öz hüquqlarının pozulduğunu bildirir. Fermer qeyd edir ki, bu hadisə onun illərlə qazandığı təcrübə və maddi imkanlara ciddi zərbə vurub. O məsələ ilə bağlı aidiyyatı qurumlardan ədalətli araşdırma və kompensasiya ödənilməsini tələb edir. Məsələ ilə bağlı Aqrar Sığorta Fondu ilə əlaqə saxladıq. Neftçalanın Kür Qarabucaqlı kəndindən olan fermerimiz Naibə Dadaşova pambıq sahəsində güclü yağış yağması barədə Aqrar Sığorta Fonduna mayın 30-da müraciət edib. İyunun 5-də Aqrar Sığorta eksperti əkin sahəsinə gedərək hadisəni araşdırıb. Məlum olub ki, həmin vaxt bölgədə yağan davamlı yağışlar nəticəsində torpağın üst təbəqəsində qaysaq təbəqəsi yaranıbdır və bu toxum çıxışının qarşısını alıb. Amma o da məlum olub ki, yağış yağanda əkin sahəsində ancaq toxum olub, yəni torpaqdan bitki çıxışı olmayıbdır. Aqrar sığorta qaydalarına görə sığorta təminatı yalnız o zaman başlayır ki, sahədən çıxış olsun. Yəni sadə desək, burada bitki görünsün. Yoxsa burada əkin olub-olmadığını müəyyən eləmək mümkün deyil. Digər tərəfdən də məlumdur ki, aqrar sığorta pambıq sahələrini çoxsaylı risklərdən sığorta edir. Bura fırtına, qasırğa, sel su basma, dolu, üçüncü şəxslərin hərəkəti, vəhşi heyvanların hücumu və eyni zamanda leysan yağışları aiddir. Amma pambıq sahəsinin leysan riskindən sığortası yalnız sentyabr-oktyabr aylarında yağan və qozaların çürüməsi ilə nəticələnən hallara aiddir. Buna görə də haqqında danışılan hadisə sığorta hadisəsi sayılmayıb və fermerə ödəniş etmək, ona kömək eləmək mümkün olmayıb. Səmir Quliyev, Xuraman Aydınqızı, bugün informasiya proqramı üçün.